bütün gücümlə ona nüfuz elədim. Bütün gücümü səfərbər elədim ki, Yusifi aldadım. Amma Yusifin iradəsini sarsılda bilmədim. Yusifin hətta o günah vaxtı deyəcəyi cümləni Allah Quranda deyib. 3 dənə cümlədir. Qal, məazəllah. Deyə bilərsiniz bu zikri. O anlarda ki, gördünüz ki, şeytan gəlir, hücum edir, ailələri dağıtmaq istəyir, vəziyyəti gərginləşdirmək istəyir və pis istiqamətə gedir. Gördün telefonu götürdün əl və gördün gəldi bir SMS, bir yazı, bir WhatsAppda, hə? Şeytan bu yandan gəl deyir, narahat olma, belə olmaz, inşallah yaxşı olar, inşallah belə ürəyimi sıxma. Hə, şeytan da min dənə oyun qurur cavan üçün. O anda bu zikirləri deyə bilərsən. Yusif bunu deyib. Maazallah. Allah sənə pənah. İnnehu Rabbi. Mənim Rəbbim sənə. Əhsənu məsvaya. Nə gözəl sığınacaqsan sən. 3 dənə kəlmə. Maazallah. İnnehu Rabbi. Əhsənu məsvaya. Bu cümlələri deyə bilərsiniz. İnnehu la yuflihuz zalimun. Heç vaxt insan bu günahla bir yana yeyib yetişə bilməz. La yuflih. Qurtula bilməz. Mən bunu bilirəm. İndi sən mənim əlimdən tut ya Rəbbəl aləmin. Yusuf bu cümlələri dedi. O 3 dənə cümləni deyə bilərsiniz. Və ondan sonra ədəbə baxın, demir, özüm çıxdım bu günahdan. Özüm bu günahdan çıxdım demir. Deyir, və mə uberri'u nəfsi innən nəfsə ləəmmarətun bis-su' İlla mə rahimə Rabbi. Mən özümü təmizə çıxartmıram ha, Yusuf deyir. Rəbbim rəhm elədi mənə və bu günahdan qurtuldum. Bu da bir danışıq üslubu. Rəbbim rəhm elədi. Fikir versən, bunu da adam görə bilirsən də bəzi vaxtlar. Bəzi vaxtlar bir günahı heç etməzsən, heç günaha qarşı qəlbində şövq də olmaz. İstəməzsən də o günah eləyəsən. O günahdan acığın da gəlir. Amma bir də görərsən şeytan elə aldadıb həmən günah eləmişsən. Çox sadə, rahat şəkildə. Nədir? Allah lütfün çəkdik, düşdün o bəlalara. Allah bəzi vaxtlar başı sakin, mənəm səni saxlayan. Mənəm səni saxlayan. نماز استغاثه به حضرت زهرا سلام الله علیها تو سال یادتون نره. یعنی برو برگرد نداری نماز. 2 رکعته. نماز استغاثه به حضرت زهرا سلام الله علیها مثل نماز صبح میخونید نیت 2 رکعت نماز استغاثه به صدیقه طاهره سلام الله علیها الله اکبر تمام شد مثل نماز صبح. اما وارد شده 3 تا الله اکبر حتما بگی دستا رو ببری بالا. بعد 34 تا الله اکبر، 33 تا الحمدلله، 33 تا سبحان الله، تسبیحات خدا بی. بعد